Some powers make noise, but the greatest power moves in silence. Beneath the calm skies of Azerbaijan, an invisible force guards the nation, precise, patient, and unstoppable. This is the sessiz güç, the silent power of Azerbaijan. Azerbaycan'ın seması altında bir güç var ki onu göz görmür, kulak eşitmir, alma düşmen her zaman hissedir. Bu sessiz güç, Azerbaycan'ın muasir teknolojiyle ile kurulmuş müdafiə qüvvəsidir. Rəqəmsal dövrün yeni ordusu artıq səngərlərdə deyil, ekranların arxasında, radar otaqlarında və səssiz dronların qanatlarındadır. Hər əməliyyat bir siqnalla başlayır, hər siqnalsa bir qəhrəmanın barmağı altındadır. Bayraktar TB2, Harop, Hermes 450 kimi sistemlər səssizcə uçur, düşmənin gizlənəcək yeri qalmır. Hər hədəf dəqiq müəyyən olunur, hər zərbə ölümcül dəqiqliklə vurulur. Bu səssizlik qorxunun deyil, inamın səsidir. Hər bir əskər, mühəndis, operator bu səssiz ordunun bir hissəsidir. Onlar danışmır, amma hər hərəkətləri bir mesaj verir. Biz buradayıq, biz səni görürük. Komanda mərkəzlərində işıqlar sönmür, radarlar fasiləsiz işləyir. Ekranlarda xırda bir nöqtə görünəndə saniyələr içində qərar verilir. Qaranlıq səmanı işıqlandıran raket izi bəzən bir illik əməyin nəticəsidir. Bu güc həm qoruyur, həm də xəbərdarlıq edir. Azərbaycanın səmasında kimsə səssizcə keçə bilməz. Texnologiya bu ordunun ürəyidir, amma ruhu hələ də eyni qalır. Vətən sevgisi. Səssiz güc təkcə cihazlardan ibarət deyil. O minlərlə təlim görmüş əskərin səbrindən, səssiz əməyindən və fədakarlığından yaranır. Onlar danışmır, amma hər hərəkətləri bir mesaj verir. Bu səssizlik fırtınanın sükutudur. Hər radar döyüntüsü, hər dronun qanat səsi, hər əmrin əks sədası bir hədəf, bir məqsəd, bir vətən üçündür. Səssiz güc, görünməz, amma hər yerdədir. Bu güc Azərbaycanın qəlb döyüntüsüdür. O səssizdir, çünki o əmin, inamlı və qalibdir. Bu səma, bu torpaq səssiz, amma toxunulmaz qalacaq.